Bir gün padişah öz vəzirini də götürüb gəzintiyə çıxır. Gəzən zamanı görür ki, bir evin qarşısında bir qız oturub yün əyirir. Yaxınlaşır bu qıza, soruşur ki, qızım, aton evdədir. Deyir, xeyr, atam evdə deyir. Azı çox etməyə gedib. Sonra soruşar ki, anan evdədir. Deyir, xeyr, anam da evdə yoxdur. Anam biri iki etməyə gedib. Üçüncü padişah qıza deyər ki, evini çox gözəldir. Amma heyfçilər olsun ki, tüssü bacası əyridir. Qız cavab verər ki, tüssü bacası əyri də olsa, dumanı düz tutar. Nəhayət, dördüncü padişah qızdan soruşur ki, sənə bir qaz göndərsəm, onu yola bilərsən? Qız deyir ki, elə yolarım, laf onun incə tükünə qədər. Beləliklə, padişah sağollaşıb qızdan ayrılır. Padişah gəlib saraya çıxandan sonra vəzirdən soruşur ki, vəzir, sən bildin mən o qızdan nə soruşdum? Vəzir başlayır başını qarşımağa, mızıldanmağa. Deyər, padişah sağ olsun, düzünü, nə soruşduğunu mən anlamadım. Padişah vəzirə deyər ki, onda get, bu günləri tezliklə bunun cavabını tap, gətir mən üçün izah elə. Xırdalar mən ondan nə soruşdum, o mənə nə cavab verdi. Bəli, vəzir başıloğlu çıxar, ay fikirləşər, yerə çıxardanməz, neynəsin, neynəməsin. Birdən yadına düşər ki, elə ən yaxşısı, mən gedim o qızı tapım. O qızdan soruşum ki, padişah ondan nə soruşdu, ona nə cavab verdi. Gələr qızı tapar, yalvarar qıza başıloğlu ki, amanın günüdür qızım. Sən o kişi ilə söhbət elədin, o kişi səndən nə soruşdu, sən ona nə cavab verdin? Sən onları mənə izah elədin. Deyir, izah eləyərəm, amma hər sualın izahına səndən 10 qızıl alacam. Vəzir söyündüyündən deyir, hə, mən razı. Qız deyər ki, o kişi məndən birinci soruşdu ki, aton evdədir. Dedim, xeyr, azı çox etməyə gedib. Yəni, mən ona cavab verdim ki, atam çiftçidir, çörək qazanmaq üçün sahəyə gedib işləməyə. Bəli, vəzirdən 10 qızılını alar. İkinci məndən soruşdu ki, anon evdədir. Dedim, xeyr, anam biri iki eləməyə gedib. Mənim anam əvəzidir, yəni uşaq tutandır, doğuma gedib. Bəli, yine vəzirdən 10 qızılını alar. Deyir, üçüncü məndən soruşdu ki, sən gözəlsən, amma gözlərində çəplik var. Deyir, mən ona cavab verdim ki, gözlərim çəp olsa da, dünyanı çox gözəl görür. Nəhayət, dördüncü məndən soruşdu ki, sənə qaz göndərsəm, onu yola bilərsən? Dedim, bəli, yolaram, özdə lap incə tükünə qədər. Deyir, o qazda
sənsən. Sənə hər suala görə səndən 10 altın aldım və səni yontaladım. Diqqətinizə görə çox sağ olun.